Herkese salam. Bugün imtahan vermiş olan bütün abituriyentlərə uğurlar arzulayıram. İndi mən sizə ingilis dilinin qrammatikası olan izahını bölüşəcəm. Siz də necə yazmısınız, sizin üçün imtahan necə idi, hansı səviyyədə idi buraxılış imtahanı və ya qaranlıq qalan sual varsa ingilis dili fənnindən şərhdə mənə yaza bilərsiniz. Deməli 7-ci sualda biz baxırıq ki, wanted feilidir. Asan sualdır. Tamamlıq və çoxlu məsdər A variantı. Cümləni tamamlamada köməkçi feil yazmırıq. Dedi çıxdıq, verb time-la bitmiş işlənmir. Lap bunu bilməsəz də hərf köməkçi feil kimi əvvəldə gələ bilməz. Z hərfi də olmalı idi. A zirə yox, zira. Did köməkçi feil, will köməkçi feil, doğru cavab A. Baxırıq deməli bu səhifəyə insanlar çox yaxşı şəxsi keyfiyyətlərə malikdir. Mehriban və alicənab, yəni nəzakətli insanlar. Deməli olacaq 1-2 D variantı. Dünən break feili qaydasız feildir. Kökündən dəyişəndə keçmiş zamanda broke olacaq. Burada isə bir triklə yaza bilərdiniz ki, biz offla götürəndə mən həmişə demişəm. Nəyinsə cəmi olmalıdır ki, biz onun içindən seçək. It təkdir, burada da it təkdir. 2-3. Onlardan hamısı və ya bəzisi. D satıcıda çoxlu qədim xalçalar var idi və bir ay sonra onlardan hamısı və ya bəziləri satıldı. My daughter is very capable. Bəli, sifətin ali dərəcəsini götürür. Very. Çünki olduqca ağır idi. Mən qutunu daşıya bilmədim. Variantla yaza bilərik. Wasn't able-ın to'su yoxdur. Out'un to'su yoxdur. To'su yoxdur. Had to'nun inkarı da didn't have to olmalı idi. Artıq qeyd etmirəm. Couldn't olacaq. Çox asan sualdır. Deməli, books are very important. Daha sonra yenə swap qaydasından gedirik. Kitablar bizim həyatımızda çox vacibdir. Elə A variantı olacaq. Pleased with nəyisə məmnun olmaq sözünün əzbərdir. Bought for her onun üçün alınmış. C variantı olacaq. Tərcümədir. Nə vaxt ki insanlar bir-biri ilə savaşmağı dayandırsa, dünya daha yaxşı olacaq. Yəni dayandıranda, when, anda, and-də. Deməli 17-də cup of tea, bir fincan çay. Artikeldan sonra cəm gəlməz. Ofdan əvvəlki söz əsasdır. 2 kilos olmalı idi. Birdən yuxarı miqdar sayı varsa, ofdan əvvəlki söz əsasdır. İsim cəmlənməlidir. A bar of chocolate, bir plitka şokolad. Deməli, baxırıq bura. Baxın, bizim mübtədamız var. Which-dən sonra xəbər gəlmir. Deməli, what-a ehtiyac yoxdur. Who canlıdır. Who'dan sonra isim gəlir. Qaldı var. Nə üçün diqqətə 2 saat gecikdi. Most, sifət, üstünlük dərəcəsi. The most. Dünya varlığı tək isim. The most. Cümləni məhcula çevir. Biz burada nə görürük? The noodles. Directly çıxın. The noodles cəmdədir. Deməli, həzi çıxın burada. A və E arasında qalanda görürsünüz has participle to. Bu bitmiş zamanda. Ar olmaz, E olmalıydı. Təbii ki də lüğət bilməlisiniz. Əks mənalı müdafiə etmək, hücum etmək. Hər ikisi azad etməkdir. Uduzmaq, o müfəvvəq olmaq, yəni qazanmaq. Hər ikisi sinonimdir. Rədd etmək, dağıtmaq, tikmək, hər ikisi antonimdir. D variantı. Elotdan sonra isim gəlməz. Cəmsim qaldı mat sayılmayan isim.